Qəbələdə şəhid Sərvan Eyübovun 5-ci ildönümü qeyd olunub. Bölgə TV xəbər verir ki, Qəbələ rayonunun Böyük Pirəli kəndində şəhid Eyübov Sərvan Yusufoğlunun anım mərasimi keçirilib. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, kənd sakinləri, eləcə də digər şəhid ailələri, yerli icra nümayəndələri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasim zamanı Sərvan Eyübovun keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıq və vətən uğrunda fədakarlığı xatırlanıb. Ruhuna dualar oxunub, məzarı ziyarət olunub və üzərinə gül dəstələri düzülüb. Çəkiliş zamanı şəhid anası oğlu haqqında danışarkən bildirib ki, Sərvan çox ağıllı, vətəninə sadiq və vətənpərvər bir gənc olub. O könüllü şəkildə döyüşlərə yollanıb və hər zaman vətən üçün can vermək şərəfdir deyib. Şəhid anasının sözlərinə görə Sərvanın dostu İsmailin dəfn mərasimində iştirak edərkən qeyd edib ki, mən də İsmail kimi döyüşlərdə iştirak edib şəhid olacam. Elə həmin sözlərdən qısa müddət sonra cəbhəyə yollanaraq dostu İsmaildən 10 gün sonra şəhidlik zirvəsinə ucalıb. Anım mərasimində şəhidin həyat yoldaşı Aytac Eyübova və oğlu Tuncay da iştirak ediblər. Onlar Sərvanın xatirəsini daim yaşadacaqlarını, onun adını şərəflə daşıyacaqlarını bildiriblər. Qeyd edək ki, şəhid Eyübov Sərvan Yusufoğlu 12 oktyabrda şəhadətinin 5-ci ildönümü ilə alınıb. Onun xatirəsinə həm doğulduğu Böyük Pirəli kəndində, həm də bütün Qəbələ ictimaiyyəti tərəfindən dərin ehtiramla yad olunur. Dilbər Vüqar qızı, Niyaməddin Əşrəfov, Bölgə TV.